Salamlar, əziz dostlar, hər birinizi xoş gördük. Məni sağ olsun, artıq sadəcə 4-cü konsertdə də müşahidə edən əziz dostum, Cəlal Səmədov almışlar. İlk mahnımız Tofiq Quliyevin Azərbaycan əsəridir. Sözləri Ənvər Əlibəylinin, həmçinin şair Zeynal Bəxan. Buyurun. Müqəddəs daşın var, torpağın var, bizsə cananda əsizdir. Üç rəngli müzəffər bayrağın var, güneşlərdən o təmizdir. Mən səni uğrunda vuruşlarla oradan keçərəm. Rahimi möhkəm etirarla yolunda canlar geçərəm. Sevin şadlan nurla bəzəm, çünki səni candan sevəm. Şan şöhrəti dünyalar gəzər, övladın var Azərbaycan. Şan şöhrəti dünya gəzər, övladın var Azərbaycan. Təşəkkür edirəm, çox sağ olun. Bugün mənim üçün həqiqətən də çox hesab edirəm ki, tarixi bir gündür və burada olan hər bir qonağa, hər bir dosta, hər bir məndən böyüklərə, məndən kiçiklərə özləri minnətdarlığımı bildirmək istəyirəm. Və mənim üçün çox əziz olan bir insan da buradadır. Hansı ki, məhz düz 10 il əvvəl mən o insanla tanış oldum. Məhz sənətin daha peşəkar formada təşkilinə səbəb olan bir şəxsdir o insanların həyatında. Ümumiyyətlə, mən çox şey danışa bilərəm, amma istərdim ki, o şəxsi bura sizin gürültülü alqışlarınıza dəvət edin. Azərbaycan Respublikasının əməkdar artisti, dəyərli üstadım Rahmet Qasımov sizin alqışlarınızdır.
Əziz dostlar, hər birinizi salamlayıram. Bugün çox gözəl bir gündür. Əvvəla, ona görə gözəl bir gündür ki, sabah müstəqil qüdrətli Azərbaycanımızın banisi, böyük tarixi şəxsiyyət Ümumilli lider Heydər Əliyevin 103 illiyini qeyd edirik. Və ona görə də tarixi bir gündür ki, hər yeni bir istedad, hər yeni bir mədəniyyətə xidmət edən ifaçı, əgər Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə xidmət edirsə, o özü bir tarixi hadisəyə çevrilir. Riyabı mən çox erkən yaşlarından tanıyıram. Onun olan mədəniyyətinə, ailə tərbiyəsinə hər zaman vurğun olmuşam. Xatirimdədir, mən Milli Konservatoriyada yenicə dərs deyirdim və günlərin bir günü qapı açıldı və böyük sənət eşqi ilə, məhəbbətlə bizim Azərbaycan bəstəkarlarını, eyni zamanda dünya bəstəkarlarını ifa etmək arzusu ilə bu eşqlə sinifə yaxınlaşdırılır. Təbii ki, biz məşğul olduq və bir müddət sonra mən artıq mən ümumiyyətlə onda öz gəncliyimi də görürəm. Niyə? Çünki mən uşaq ikən, gənc ikən çox belə aktiv idim. Onun o həm də ictimai fəaliyyəti də bəzən düzdür, mənə də çox sual verirlər ki, bir əldə iki qarpız saxlamaq olmaz, amma bu çox sərt bir yanaşma tərzidir. Bacarırsansa, bir əldə 4 qarpız da saxlaya bilərsin. Əgər bacarırsansa, Riyad elə bacaran gənclərdən alqışlayaq onu verir. Vətənə sevgi sadəcə sözlərdə olmur. Liderlik, hər hansısa bir işi təşkil etmək, bu doğrudan da vergidir. Doğrudan da bu həyatda ya olur, ya olmur. Riyad elə uşaq illərindən onda o liderlik qabiliyyəti var. Hansısa bir işi təşkil edə bilir, onu sona çatdıra bilir. Bu çox gözəl bir təşəbbüsdür. Mən bu təşəbbüsü çox alqışlayıram. Çünki bizim bugün sağlam gənclərimiz var və biz onlarla qürur duyuruq. Biz növbəti estafeti nəsildən nəsilə ötürürük. Sözlə deyil, əməllərlə olmalıdır. Və mən arzu edirəm ki, sən daim özlərində çalışasan, vətənimiz üçün, elimiz üçün, xalqımız üçün həmişə belə sadəliyini qoruyur, saxlayacaq. Çünki tamaşaçı həmişə səmimiyyəti duyur. Onlarla ünsiyyətdə əgər bir balaca qeyri-səmimi olsan, onlar artıq səni sevməyəcək. Həmişə olduğun kimi, göründüyün kimi görülməlisən, əsərləri özün kimi ifa eləməlisən. Mən nə arzu edirəm? Bugün səhnədə mənə söz demək çox böyük xoşbəxtlik, çünki eyni zamanda müşayiətçi qismində olan sənətkar həm də özü mənim tələbəmdə gözəl səsi də var. Onu da ürəkdən almışam. Mən sizə təşəkkür edirəm, əziz dostlar. Siz Riyad ağaya inanırsınız. Onu bugün konsertinə təşrif buyurursunuz. Siz özünüz demək ki, mədəniyyətə dəyər verən şəxsiyyətsiniz. Mən bu şəxsiyyətlərə sonsuz təşəkkür edirəm. Var olun. Sağ olun. Çox təşəkkür edirəm, Ramil, sizə var olasınız. Sağ olun. Hər zaman gənclik illərində sizin məqsədlərinizi daim özümə bir kredo hesab edirəm. Çünki qeyd etdiniz, biz 10 il əvvəl tanış olduq sizinlə. Hətta biz Milli Konservatoriya mən tələbə olmazdan əvvəl bizim artıq tanışlığımız başladı və Ramil müəllim uzun illərdir ki, bütün Azərbaycanda fəaliyyət göstərən və fəaliyyət göstərmək istəyən bütün gənc vokalçılara təmənnası olaraq dəstək olur. Və bizim tanışlığımız məsələ belə başladı.
Mən onu bir tədbirdə gördüm, sonra yaxınlaşdım, elə valideynlə bir yerdə özünü təqdim etdi. O dərhal öz mobil nömrəsini verdi ki, sabah gəl, səslənmə evinə və başlayaq məşğul olaq. Sonra artıq o proses inkişaf etdi. Mən Milli Konservatoriyada TQT sədri seçiləndə dərhal birinci Ramil müəllimlə bu xəbəri görüşdüm. O dedi ki, mütləq qaydada ciddi yanaşmalısan və sənət də mütləq qaydada çox ciddi forma almalıdır. Və beləliklə, nə xoş mənə ki, mənim həyatımda Ramil müəllim faktor var. Bir daha çox sağ olun. Təşəkkür ederim. Növbəti ifamız xalq mahnısı Kişlərə su səpmişdir. Növbəti mahnımız daha bir xalq mahnısı Qara Qız. Buyurun.
Çemene ötür turaş, süt açılır gülü yamaç, başındaki beyaz saçlarını yandararız, almış gözlü kararız, kararız. Saçlarını yandararız, başı gözlü kararız, kararız. Ay Yunus alır keder, bizi vada görüşender, o Yunus'la söz düşende gelmez eleme yaradı sarbaşı gözlü kara kızlara kız. Gelmez eleme yaradı sarbaşı gözlü kara kızlara kız. Bugün elimin bayramı, güzel bayram akşamı, deyip gülme yaylamı, gelin kişi Ankara'mız, Aybaşı gözlü kararız, kararız. Gelin kişi Ankara'mız, Aybaşı gözlü kararız, kararız. Ay Yunus alır keder, bizi vanda görüşender. Söz düşende gelmez eleme yaradı sarbaşı gözlü kararız, kararız. 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 Növbəti mahnı, bu mahnı hem dinlemeyi hem ifa etmeyi doğrudan da çok sevirəm və bəzi dostlarımız sağ olsunlar bildirirlər ki, ifamda uğurlu alınır. Sözləri Mikail Müşfiqin, musiqisi değerli ve görkemli Azərbaycan bəstəkarımız Hacı Xan Məmmədovundur. Gözünə qurban, buyurun. Düşersen ayağa başına kurban, bu kadar baş vermez hemen de yazar. Düşersen ayağa başına kurban, yazılan ömrümü verme güdaza, verme güdaza, verme güdaza. Seni göğsüne, kaşına kurban, kaşına kurban, kaşına kurban. Bu
Bir kara buluttan uçar göylerde, bu kara bahtımda bizim ellerde. Sen için ağlasan, ben duran yerde, ben duran yerde, ben duran yerde. Nergiz gözlerim, yaşına kurban, yaşına kurban, yaşına kurban. Sinen gülür kimin altında taş var. Bilmezsen gönlümde ne ihtiyaç var. Sinen gülür kimin altında taş var. Bilmezsen gönlümde ne ihtiyaç var. Ne kadar ki benim gözümde yaşlar, gözümde yaşlar, gözümde yaşlar. Olsun yüreğim taşına kurban, taşına kurban, taşına kurban. Ne kadar ki benim gözümde yaşlar, gözümde yaşlar, gözümde yaşlar. Olsun yüreğim taşına kurban, taşına kurban, taşına kurban. Gözüne kurban, gözüne kurban.
Ey Hayat sözləri Fikrət Qoca, musiqisi Oktay Kazımlı. Alkışlarınızla. Yine sen geldin ey şirin hayal. Bir ağırsan sen yağırsan ömrüme. Gel ümit kimi, gel güneş kimi, gel gönlümü sen al. Her zaman olur hayat aslan. Dünyada sen yaşlı ki varsan, ömrüme düşün sevinç, bülbül sal. Getir yaşat beni, ey hayat. Al boynuna sen beni, ben yaratmışım seni bir zaman. Sen ermensen, sen arzumsan ey hayat. Gel köyley kalbimi, en yakın dostum. Gel gönlümü sen al. Sen beni, ey hayat. Bir daha çox sağ olun, təşəkkür edirəm. Növbəti mahnımız, biz bu mahnını o göndərin və ifasında və son özümüzünə etdiyi bir məqamda dinləmişik. Hamımız üçün çox doğma bir mahnıdır. Sözləri Zeynal Cabbarzadənin, musiqisi Cahangir Cahangirova məxsus Alagöz.
Kirpiklerin oktur, kaşın kamandır, kaşın kamandır. Ay kız menden üstün deme amandır. Güzel menden üstün deme amandır. Hasret ile her zaman, hasret ile her zaman gözüm kaldı bu yollarda ağrız. Hasret ile her zaman, hasret ile her zaman gözüm kaldı bu yollarda ağrız. Kirpiklerin oktur, kaşın kamandır, kaşın kamandır. Kirpiklerin oktur, kaşın kamandır, kaşın kamandır. Ay kız menden üstün deme amandır. Güzel menden üstün deme amandır. Hasret ile her zaman, hasret ile her zaman gözüm kaldı bu yollarda ağrız. Hasret ile her zaman, hasret ile her zaman gözüm kaldı bu yollarda ağrız. Ala göz, ala göz, ala göz. Ala göz, ala göz, ala göz. Gözüm kaldı bu yollarda ağlar göz. Ay kız menden üstün deme Canlı alkışlayan bir tarafı.
xalqımız ilk növbədə biz 44 günlük müharibə zamanı bizim şəhidlərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı versin və bütün xalqımıza, o cümlədən o övladları, o qardaşları yetişdirən analara Allah can sağlığı versin. Anaları alqışlamanızı xahiş edirəm sizə. Ana ilə bağlıdır sözləri Fikrət Qocanın, musiqisi Sevil Əliyeva, Əziz Ana. Əziz ana, şirin sözlü ana, qəlbin kövrəşdin, solmaz bahar. Gülər üzlü, qara gözlü ana, hara gitsem gözüme bakar. Ana kalbin aylalar keser, dolmaz sesin ömrümü beser. Vay vay dedin ana, vay vay dedin bana, hayat verdin bana, aziz ana. Bayram hele yaşar, bayram ile yaşar. Güneş kimi yanar ana sesin aydın seher olar. Ana kalbin keşi çeker ise, yolun üstte uzak sefer olar. Işık olar nurdan düşen güzel. Benim güven gözüm sensen ölüm günü özüm sensen ana. Lay lay dedin ana, lay lay dedin bana.
adətən mən repertuarı tərtib edəndə daha çox ona çalışıram ki, Azərbaycanda saf musiqi incələri olsun və istənilən sənət üslubuna böyük hörmətlə yanaşıram. Çox ciddi sənətlə məşğul olan insanlar zəngin ola bilmirlər. Mümkün də deyil, ya gərək onlar zəngin adam olsunlar, ya da o Forbes jurnalında falan onların adı əvvəldən olsun. Mütləq qaydada bu belədir. Yəni, hər bir, mənə elə gəlir, hər bir cəmiyyətdə ən sağlam yanaşma ilə çox lüks bir həyat sahibi olmur adətən sənətçilər. Və maksimum çalışıram ki, repertuarda olan mahnılar bu minval seçilsin. Təbii olaraq bu şəxsi maraqlar, hansısa bir komersial maraqlar uğrunda yox, sırf tamaşaçı zövqü olunur və mən açıqla etiraf edeyim, mənim tamaşaçı ayarlıq o qədər də geniş deyil, amma nə xoş ki, ən sağlam tamaşaçı kontingentinə sahibəm, ona görə sizin hər birinizə mən çox təşəkkür etmək istəyirəm. Mən 10 il əvvəl sənətlə paralel şəkildə ictimai işlərlə məşğul olmağa başladım 2016-cı ildə və bu 10 il ərzində təbii olaraq bir neçə layihənin təşkilində azca da olsa payım oldu və mən nəyi demək istəyirəm? Bu bütün müddət boyu mənim yanımda ancaq yaradıcı gənclər olur və hansı ki o yaradıcı gənclərin də zövqü, yanaşması hər zaman sağlamdır. Təbii olaraq hər kəsin qayğıları var, hər kəsin bir həyatda amalı, arzuları, məqsədi var. Amma mən həqiqətən çox xoşbəxtəm ki, mənim ətrafımda olan bütün dostların zövqü, bütün dostların həyat fəaliyyəti demək olar ki, hamısı bizim bir-birimizə bağlıdır. Və dostlar üçün də sizdən bir alqış xahiş edirəm. Şimdi ifa edəcəyimiz mahnı xalq mahnısıdır. Ən son konsertdə də biz bunu ifa etmişdik. Aman təklik əlindən və mənə elə gəlir ki, Cəlal bu mahnı olduqca çox unikal bir şəkildə müşahidə edir. Alqışlarınızla. Hara gittin demede, koymaz beni temelden. Hara gittin demede, koymaz beni temelden. Gedir özgeler gitsin, gitmesin hem temelde. Gedir özgeler gitsin, gitmesin hem temelde. Aman teklik elinden, bir daha teklik elinden, baş götürüp gider, bir vefaya elinden, baş götürüp gider, bir vefaya elinden. Karanfiller
qəfəstəyəm, bülbüləm qəfəstəyəm, qərənfiləm dəstəyəm, bülbüləm qəfəstəyəm. Gedin o yara deyim, həsrətindən xəstəyəm. Gedin yarıma deyim, həsrətindən xəstəyəm. Aman təkliyərindən, bir təkliyərindən, baş götürüb gedərəm, bir vəfaya əlindən. 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 La Teşekkür ederim. Çok sağ olun. Növbəti mahnımızı ifa edəcəyik. Alqışlarınızla.
sevda gör neler var başında. Çok sağ olun. Teşekkür ederim. Növbəti mahnımız Şükriyə, sözləri Əhməd Cavadın, musiqisi isə Emin Sabitoğlu'nundur. Bir gül sende düşer gençlik bağına, bir gülün çiçeği vermem sensiz. Kamaldım ömrümün oğlan çağına, bir bahçeye girmem sensiz. Bir gün sen gelmişsen gençlik bağına, bir gül çiçeği vermem sensiz. Oğlan çalına, bir bahçeye girmem sensiz. Şükriye talihim, şükür Khudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime budaklık dünya, yaşayabilmem bir kere sensiz.
Bataram çıkaram selden seleme, düşerem ağza birden dileme. Yaşayabilmem bir kere sensiz, seninle gezerim elden eleme. Bataram çıkaram selden seleme, düşsem de ağza birden dileme. Yaşayabilmem bir körem sensiz, şükriyet alayım, şükür Hüdaya. Gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bulanık hülya, yaşayabilmem bir kere sensiz. Şükriyet alayım, şükür Hüdaya. Gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bulanık hülya, yaşayabilmem bir kere Əziz dostlar, əziz, dəyərli insanlar, sözün əsl mənasında əzizlər, mən hər birinizə bir daha çox sağ ol deyirəm, təşəkkür edirəm. Demək olar ki, ən böyük nemət həqiqətən insan həyatında sağlamlıqdır, zamandır və siz demək olar ki, bunları gözə alıb gəlirsiniz. Buna görə mən hər birinizə öz təşəkkürü bildirirəm. Əgər olası bir qüsur olursa, əfsinizə sığınacaq. Bir qədər dediyim kimi, sənətimdə yalan problem bəzi rahatlığı mənə imkan verir, tanımır. Bir daha çox sağ olun və yekunda Heydər xalqın deyəcək mahnısını ifa edəcəm. Buyurun. Gözlerinde açılır bu milletin seheri, senin adınla bağlı
ufalığın her seferi. Kademin değen yerinde sehralarda yol açtı. Gülistana çevrilir yurdun kendi şehri. Güneş doğraya bir harda çekilir adım. Dostlar fehar gelir, gözü kör olur yanım. Azerbaycan diyende seni düşünürüm. Azadlığa inanır, halka sen bağışladın. Sen ele bir zirvesen, küreğler neyleyecek? Dünenim bugünüm sen, seninledir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var, gider halkım diyecek, halk gider söyleyecek, gider halkım diyecek, halk gider söyleyecek. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde. Sana halal halal ünlü mehabbetimiz. Sen ele bir zirvesen, küreğler neyleyecek? Dünenim bugünüm sen, seninledir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var, gider halkım diyecek, halk gider söyleyecek, gider halkım diyecek, halk gider söyleyecek. Doymamıştım hiç hüsranına, mənə zülm elədi yaman ayrılık. Ne olardı bir gün durup yuxuda, göreydim ki olur yaman ayrılık. Mən görəndə orada yaz səhəriydi, son nəfəs baharın Koleleriydi, açılan ağladan çiçekleriydi. İndi onlardan soğan ayrılık, 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 aman ayrılık. Beni zulmedi, yaman ayrılık, 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 aman ayrılık. Beni zulmedi, yaman ayrılık.
bir ruh idi iki bedende. O gülüp sevinse gülerdim ben de. Yar sazını alıp eline, yar mizrabıyla çalan ayrılır. Ben görende orada yaz seheriydi, hoş nefes baharın küleyleriydi. Ben görende orada yaz seheriydi, hoş nefes baharın küleyleriydi. Açılan ağladan çiçekleriydi. Şimdi onlardan sonra ayrılık, aman ayrılık. Teessüfleri yaman ayrılık, ayrılık, aman ayrılık. Teessüfleri yaman ayrılık, ayrılık, aman ayrılık. Teessüfleri yaman ayrılık. Ayrılık, ayrılık, aman ayrılık. Teessüfleri yaman. Herkese çok teşekkür ediyorum. Var olasınız. Ben dediğim için ben başlayayım size. Üretken. Düşmənin başına gəlməsin həqiqətən də maşının qapısını belə bağlayabilirlər. Allah sizi kanalında saklasın. Çok sağ olun, var olun. Sonra sizinle görüşmek istiyorum. Teşekkür ederim. Ve nöbet görüşüne kadar dostlar. Allah'a emanet olun.